Selamun Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin ve l'âkıbetu lil muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed hayri halki Rabbil Alemin ve ala alihi ve ashabihi gurrul meyaminel muhaccelin ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Allahümme ahricna min zulumatil vehm ve akrimna bi nuril fehm وافتح علينا بمعرفة العلم وسهل أخلاقنا بالحلم واجعلنا ممن يستمعون القول فيتبعون أحسنه اللهم لا سهل إلا ما جعلته سهلا وإن شئت جعلت حزن سهلا بقدرتك أرحم الراحمين اللهم أرنا الحق حقا وارزقنا اتباعه وأرنا الباطل باطلا وارزقنا اجتنابه اللهم ربي اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي أما بعد. Əzizlər, elhamdülillah Allah nəsib elədi. Fıkhul Əkbər risaləsini oxuduq. Və indi doğrudur, tələbələr, qardaşlar demək olar ki, əksəriyyət gəlməyib. Və ona görə də bu dəfə razılaşmışdıq ki, sualları soruşacaq. Kimin nə sualı var, nə düşünür. Ona görə də indi gələn qardaşlardan kimin sualı var, soruşun. Biz də bildiyimizdən görək nə danışırıq. Eşdirin. İman artmaz, azalmaz, böyük günah insanı kafir etməz. İmanın əməli imana səbəb. İman artmaz, azalmaz, böyük günah insanı kafir etməz. Dedi ki, iman nədir sualına? Aleykümselam. İman nədir sualına? Əbu Hənifə rəhməhullah cavab verdi ki, iman təsdiqdən ibarətdir. Dedikdə təsdiq nədir? Təsdiq, etiqadı, inandığın şeyləri qəlbində təsdiq eləmək, qəlbində bunu qəbul eləmək. Əgər ifadə olaraq bunun haqqında danışsaq, iman danışmışdıq. Nə idi dedi iman? Allahın yox. İmanın yəni özündən getmir söhbəti. İman nəyə iman edirik? Onunla danışırıq. Bəli. Onu da oxuduq. Dedi ki, imanın şərtləri 6-dır və onu da Fıkhul Əkbərin əvvəlində yazır rəhməhullah ki, Allaha, Peyğəmbərinə, mələklərinə, kitablara, qiyamət gününə, qədərə, xeyrin şərin Allahdan olduğuna və mələklərə 6 əsası inanmaqdır. İnanmaq nə deməkdir? İman eləmək nə deməkdir? İman bu şeyləri qəbul eləmək, bunu özünə düşüncə tərzi eləmək dedik. Ki, iman dediyimiz zaman bir insanın imansız insan olmadığını söylədik. Yəni, hər bir insan iman sahibidir. Hər bir insanın imanı vardır. Bunun batil olanı var, haqq olanı var. Bəli. Və keçən, yəni dərsimizin əvvəldə, yəni söhbəti eləyəndə bunun haqqında danışanda dedik. Müşrikin imanı nəyədir? Yer tanrısı, göy tanrısı, yağış tanrısı, nə bilim, nə tanrısı, nə tanrısı, onun da imanı onadır. O da imandır. Və bax, ümumi olaraq insan oğlunun imanı onun anlayışı, düşüncə tərzi deməkdir. Bir insanın imanında yemək içməkdən başqa bir şey yoxdur. Dünya həvəslisinin, ateistlərin düşüncəsi, imanı nədir? Bu dünyadır, həyat bu dünyadadır, yaşadığın da burada, öldüyün da burada, öldünsə hər şey qutardı, ona görə nə edirsən, bacar burada elə. Bu onun imanıdır. Bu ona inanır, bu onun etiqadıdır, bu onun əqidəsidir. Bu onun qəlbində bərkimiş düşüncə tərzidir. Haqq olanda dedi ki, əvvəlcə xatırladığımız kimi Allahın təhliyinə, şərikinin olmamasına və bunlara inanmaqdır. Mahiyyət olaraq budur. Keyfiyyət olaraq İmam Əbu Hənifənin görüşü budur ki, iman artmaz, azalmaz. Niyə? Çünki dedi ki, bir şeyi təsdiq eləmək və yaxud inkar eləməkdən ibarətdir iman. Biz təsdiq eləyirik. Təsdiq eləmək nə deməkdir? İndi ona qaydırıq. Təsdiq nədir? Təsdiq sözü sadaqa feilindən düzəlir ərəb dilində. Doğru. Sadaqa doğru dedi. Danışdığını doğru dedi. Sadaqa.
Bir adam söz danışanda deyir, sadaqa. Bir xəbər gətirən deyir, sadaqtə, doğru dedim, təsdiq elədi. Sadaqtə, doğru dedim, bu doğrunu göstərdin, sübut elədin. Yəni, üzə çıxartdın. Təsdiq də budur, təfil babından gələr. Doğrunu üzə çıxartmaq, təsdiq eləmək deməkdir. Misalı, məsəl üçün, fikir verirsinizsə, oxuyanda, Quran oxuyanlar deyilər ki, sadaqallahul azim. Sadaqa. Allah subhanahu ta'ala doğruyu xəbər verir. Bu bizim təsdiqimizdir. Və yaxud Əbu Hənifəyə sıddıq deyirik. Mən çaşdım, Əbu Hənifə yox. Əbu Bəkirə. Radiyallahu anh. Əbu Bəkir Həzrətlərinə sıddıq deyirik. Niyə? O da sadaqadan gəlir. Nə üçün o sıddıq ləqəbini aldı? Onu da demişdik sizə. Həzrət Resulullah Aleyhisselatü Vesselam deyir ki, Əbu Bəkir haqqında. Hər hansı biriniz, istisnasız olaraq, hər hansı birinizə İslamı, imanı təbliğ elədim, çatdırdım, istisnasız olaraq hamınızda tərəddüd oldu. Nə dedimsə tərəddüd elədiniz. Az və ya çox şəkildə. Sadəcə Əbu Bəkirə nə dedimsə təsdiq elədi. Yəni, nə dedimsə mənim doğru dediyimi qəbul elədi. Mənim doğru dediyimi etiraf elədi. Bax, bu da imanın özüdəzdir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərlərin gətirdiyini doğru olaraq qəbul edib, buna görə hərəkət eləmək. Və bu artmaz, azalmaz deyir İmam Əbu Hənifə. Mahiyyət olaraq həqiqətən də artmaz, azalmaz. Təsdiq necə arta bilər? Bu necə başa düşülməlidir? İndi bu necə başa düşək ki, təsdiq artırmı, azalırmı? İman artırmı, azalırmı? İman nədir? İman, saydıq, bu 6 şeydən ibarətdir. İman bu 6 şeyi təsdiq eləməkdirsə, bu 6 şeyi təsdiq eləyəndən sonra iman necə artar, azalar? Sualdır qabaqda. Bunu öyrənəcək inşallah. Və deyirik, bəli, iman 6 şeydən birində təsdiq olmazsa yox olur. Küfr olur. Elə də elədir. Məsələn, hər şeyə inanır, deyir, mələk deyən şey yoxdur. Və kafir oldu adam. Məsələn, hər şeyə inanır, qəbul edir, deyir ki, ahirət həyatı yoxdur. Kafir oldu adam. Yəni, imanın 6 şərtindən birini inkar eləyən, təsdiq eləməyən, qəbul eləməyən, avtomatik olaraq kafir olur. Və Əbu Hənifə burada düşüncü ilə, ağılla, Allahın insana verdiği dərrakə ilə bunu ortaya qoyur. İmanın artıb azalmamasını. Deyir, bir insan, yəni Allahın yaratmış olduğu bir insan 3 hal daşıyır zahirdə. Ya açıq-aşkar kafirdir, ya açıq-aşkar mümindir, ya da münafiqdir. Ya da münafiqdir. Dördüncüsü yoxdur. Üzdə, zahirdə. Amma gerçəkdə 2 cür insan var. Ya kafirdir, ya mümindir. Münafiq nədir? Gerçəkdə kafirdir. Demək, gerçəkdə, həqiqətdə insan 2 cürdür. Ya mümindir, ya kafirdir. Və Əbu Hənifə sual edir qarşı tərəfə, imanın artıb azalar, iman çoxalar, azalar deyən tərəfə sual edir. Yaxşı. Bir insanın imanı artır. İman artırsa, demək bu iman bir həcmdir, bir ölçüdür. Artan, azalan şey bir həcm daşıyan, həcmə sahib olan bir şeyə deyilir ki, artır, azalar. İmanın həcmi var. Güman eləyək ki, var. Qəbul eləyək. İmanın həcmi varsa, bu həcm artır. Razıyıq bundan. Bu həcm artırsa, demək bunun azalması da var. Söylüyorsunuz. Bundan da razıyıq. Azalır da. Bu azalan zaman o həcm azaldı. O azaldığı yeri, tərk elədiyi həcmi nə tutdu? Küfür. Mütləq bunu küfür tutmalıdır. Yəni, 2 ziddiyyət. Qaranlıq getdikcə
yerini işıq alır. Hava getdikcə yerini daş torpaq alır. Yəni bir yeri eş, daşı torpağa çıxart, ora hava doşur, daşı torpağa çıxartın yerdə də hava gedir, yəni yer dəyişməsi olur. Bir qaba suyu doldur, hava çıxır, su dolur. Əgər imanı da bu şəkildə artan azalan bir şey qəbul ediriksə, imanı da bir həcm təsəvvür ediriksə, bu zaman imanın azalması zamanı yerinə küfür də olmalıdır. Küfrün də artması zamanı, azalması zamanı yerinə iman da olmalıdır. Yaxşı. Bunu qəbul edirik. Deyək ki, olur. İndi mənə izah edin görüm. Bir insan eyni zamanda həm kafir, həm mümin ola bilərmi? Əbu Hənifə sual edir. Mümkündürmü bir insan eyni zamanda həm kafir olsun, həm mümin olsun? Qarşı tərəf deyir ki, yox, bu mümkün deyil. Əbu Hənifə rəhməhullah dedi ki, demək, o zaman iman artmaz, azalmaz. Təsdiq elədim, qəbul elədim və salam. Bunun biraz təsdiq eləmişəm, biraz təsdiq eləməmişəm deyə bu bir şey olmaz. Mümkün deyil. Və bu bunu qəbul eləmir. Niyə? Dəlillərdən. Zəlikəl kitabu la reybə fih. Bu elə bir kitabdır ki, onda şübhə deyil, reyb deyil, şübhədən də aşağı bir haldır. Reyb deyə bir şey yoxdur. Bu Quran haqqındadır. Ona görə də bax, bu ayədən çıxış eləyərək, alimlərimiz deyirlər ki, Qur'anın bir hərfini inkar eləyən adam kafir olar. Bir adam qalxar deyərsə ki, Qur'anın buradakı bu hərfi artıq yazılıbdır, burada bu hərf olmamalıdır. Və yaxud Qur'anın bu sözü burada artıq yazılıbdır, bu söz burada olmamalıdır, yerində də kafir olur. Niyə? Çünki Qur'anda, kitabın özündə Qur'an deyir ki, bunda şübhə yoxdur. Reyb yeri yoxdur. Əgər Qur'anda reyb yeri yoxdur, şübhə yeri yoxdursa, elə imanımız Qur'an üzərində deyilmi? Kamil olaraq Qur'ana inanmaqla məcbur deyilmi? İmanımızın, etiqadımızın, əqidəsinin əsasını Qur'an təşkil eləmirmi? Bəli, Qur'an təşkil edir. Və Qur'an da şübhə qəbul eləmir. Qur'an şübhə qəbul eləmirsə, demək iman da şübhə qəbul eləmir. İman şübhə qəbul elədirsə, tərəddüd olsa, nədir? Artıq bu küfürdür. Ona görə də Əbu Hənifə deyir ki, iman artmaz, azalmaz. Amma qarşı tərəf deyir ki, yox, iman artar, azalar. Dəlil? Dəlil də ayə göstərirlər. Quran ayəsi göstərirlər. İnnellezine amenu zâdethum îmâne. Vellezine amenu zâdethum îmâne diye bir ayə. Ha. Deyir, burada deyir ki, imanları artar. Onları imanları artırılır. Zâdethum îmânen. İman baxımından onlar artırdılar. Buna nə deyəcəksiniz? Bu dəfə qarşı tərəf Əbu Hənifənin fikrində olan alimlərdən soruşur, belə deyək. Buna nə deyiləcək? İman artmaz, azalmaz deyənlər cavab verir. Bu səhabə haqqındadır. Bu səhabə haqqındadır. Bu artıq bizə aid deyildir. Bu səhabənin imanı artırdı. Yaxşı, səhabə deyirik bayaqdan iman artmaz, azalmaz. Bu mümkün deyil. Və səhabənin imanı necə artırdı? Və deyirik. Ona da cavab bu dəzdir. Səhabənin imanı artırdı o şəkildə ki, hər gün bir ayə gəlirdi. Hər gün gələn ayə imanın bir hissəsi idi. Hər yeni gələn ayəyə səhabə inanmalıydı. Əgər onu inkar eləyərdisə, kafir olardı. Yeni demədiyimi, Qurandan bir hərf inkar eləyən kafir olur. Aha, vəhyin qapısı bağlandı. Artıq vəhiy gəlmir. Vəhiy gəlmirsə, iman artıq bükül olaraq, imanın əsası, Quran artıq bükül olaraq bizim qarşımızdadır. Biz bugün deyə bilmərik ki, mənim imanım artır, biraz artacaq. Sonra niyə? Çünki hələ ayə gələcək, ayə gələndə birazcan artacaq. Olma. Bir adam qaydar deyərsə, bu mümkündür desin. Mən Quranı oxuyuram. Ayələrin hamısını bilmirəm. Mən ayələrin hamısını bilmirəm. Mənim bilgimdə, mənim elmimdə ayələrin hamısı yoxdur. Demək, hələ mənim imanım tam deyil. Bu zamanda deyirik ki, onun da cavabı odur ki,
sən fərd olaraq imanın hamısını bilməyə bilərsən. Yəni Qur'anın, o mənada imanın. Sən fərd olaraq Qur'anın hamısını bilməyə bilərsən. Qur'anın hamısı bilməyən kafirdir deyən varmı? Yoxdur. Amma imanın azacığını bilməyib öyrənməyən kafirdir dedik. Qur'anın öyrənilməsi artıq iman deyil. Qur'anı küll olaraq təsdiq eləmək imandır. Oldu mu? Bu artıq qəlb işidir. Qur'anı öyrənmək zahir işidir. Tələsmə. Ona görə də bugün bizim Qur'anı bilməməyimiz nədir? İmanın az olması demək deyil. Niyə? Çünki Qur'anı küll olaraq, bugün biz Tövratı bilmirik, Allahın Musa Peyğəmbərə nazil elədiyi Tövratdan məlumatımız yoxdur. Hanı Tövrat? Yox Tövrat. Əldə olanlar pozulmuş Tövratdır. Amma biz deyirik ki, Tövrata inanırıq. Tövrat Allahın kitabıdır, Musa Aleyhisselama nazil eləyib, biz ona inanırıq. Amma bilmirik onu. Demək, bugün bir insanın Qur'anı bilməməsi iman deyil. Bilmək, inanmaq demək deyil. Bəli. Bax, bu şəkildə iman artmaz, azalmaz məsələsi təsdiq olunmuş olur əzizlər və o ayələrdəki də dedi ki, səhabələrə aiddir. Çünki Qur'an nazil olurdu, nazil olduqca da imanın əsasları gəlirdi. İmanın əsasları gəlirdi və o imanın əsasları gəldi, sabitləşdi. Bununla da Qur'an endi və onun haqqında nədir? İmanın haqqında artıb azalma sözü təsbit olundu. Bəli. Əməllərlə imanın yalnız parlaqlığı artar da gücü insan. Aha, artıb azalan. Bəli. Amma artıb azalan nədir? Artıb azalan nə artar azala bilər? Təbii, artan azalan yəqinlikdir. Bax, iman başqa şey, yəqinlik başqa şeydir. Deyəcəksiniz ki, bu nədir? Söz misalı, belə bir hamımızın ola bir hamımız rayon uşağıyıq. Deyirdilər ki, rayonda olanda Bakı şəhərində qız qalası var. Elə deyirmi? Belə bir qaladır, qədim qaladır. Hə. O qız qalası Bakının rəmzidir, Xəzərin kənarındadır, əvvəl-əvvəl dənizin içində olubdur, sonra dəniz geri çəkilibdir filan. Belə qız qalası haqqında danışırdılar. Biz də inanırdıq. İnanırdıq ki, qız qalası var. Ha? O inkar eləmirdik. Sonra bir gün böyüdük, həddi başı, yəni bir evdən çölə çıxacaq, tələb olacaq bir yaşa çatdıq və Bakıya gəldik. Bakıya gəldik, Bakıya gələndə artıq Bakının mövcud olmasını gördük. Yəqinliyimiz çoxaldı. Hə. Bax, doğrudan Bakı şəhəri var imiş. Biz sadəcə inanırdıq. Ha, bu da Bakı şəhəri var. Ha, doğrudan da var. Burada imamımız mı artdı, yəqinliyimiz mi? Bir daha əmin olduq. Bizə yəqin gəldi ki, təsdiq olundu təkrarən ki, hə, Bakı şəhəri var. Ondan sonra yanımızda olan adam kim idisə, amma məni bir o qız qalasının yanına apar, bir onu görüm o nə olan şeydir. Hə, gəldik doğurduq da, bax, gördük ki, uzaqdan belə binalar görünür. Və gəldikcə yəqinliyimiz artır. İnanırıq. Yəqinliyimiz artır sadəcə. Gəldik. Bir də gördük ki, həqiqətən də qədim tikilidir, xüsusi bir konstruksiya ilə, xüsusi bir arxitektura forması var və qız qalasını tam olaraq gördük. Tam olaraq gördük. Aha. Bundan sonra iman, yəqinlik tam zirvədədir. Gördük. Və indi qız qalasının var olmağını inanmışdıq, artıq bu yəqinliyin tam zirvəsidir. İman da elədəzdir. İman da elədir. Deyirik ki, Allah var, şəriki yoxdur, Quran var, Peyğəmbər var, aleyhissalatu vesselam, mələklər var və bu şəkildə iman edirik. Ondan sonra bir gün gəlir, bizə bir kitab göstərirlər. Körpə uşağıyıq, kitab göstərir, bu Qurandır. Amma oxumaq yazmasını bilmərik.
Sonra bir yaşa çatırıq və bu kitabı oxuyuruq və bu Qurandır, bu Quranda içində elmlər var filan var, oxuyuruq. Və inanırıq ki bu Qurandır. Oxuyuruq və doğrudan da bu Quranın içində elmlər var filan var. Yəqinliyimiz artdı. Tam əmin olduq ki, həqiqətən bu Qurandır. Sonra deyir ki, Peyğəmbər var. Peyğəmbərin bizim üçün. Peyğəmbərin yolumuz açılır. Bu gün hamımız, heç birimiz şəkillərdə görmüşük, videolarda görmüşük. Bir adam şəkil çəkir, bu Peyğəmbərin qəbridir. Bu yəqinliyin müəyyən bir mərhələsidir. Bu yalancı bir şəkil də ola bilər. Amma gedirik, həccə ziyarətə gedənlər, yola düşənlər və ümrəyə gedənlər, ümrə ziyarətə gedənlər, Allah istəyənlər nəsib eləsin, gedir görür Peyğəmbər əleyhissalatü vəssalamın qəbrini görür, məscidini görür, Uhud dağını görür və o halları görür. Yəqinlik daha çoxalır. Ki, doğrudan da bu var. Sonra əzizlər, imanın yəqinliyinin artmasını deyirəm. Sonra axır nəfəsə çatırıq. Sözü uzatmadan qısa gətirəcəm. Axır nəfəsə çatanda bir insan pərdə qalxır. İnsan yavaş-yavaş axirət həyatını görməyə başlayır. Bunu siz bəlkə də müşahidə eləməmisiniz, mən şəxsən müşahidə eləmişəm. Həqiqətən də bir insan axirət dünyasına, yəni ölməyə yaxın olanda həm bu dünyadadır, həm o dünyadadır. Və sizə bircə misal deyəcəm. Özümün şahidim olduğum misal. Bir nəfər qadın xəstə idi. Axır gedəcək, yəni can üstündədir, gedəcək xəstədir. Bu qadının qohumu, uzaq qohumu, o da qadındır, bunun yanına gəlib. Yanına gəlib, görüşməyə gəlib, xəstədir, yoxlamağa gəlib, oturub söhbət edən zaman qaydar o xəstə qadın yoxlamağa gələn qadına deyər ki, az o gədə niyə öldü? Gədə biz oğula dəriyin, yaşlı qadınlar rayon yerində bilirsiniz. Hasıl, gədə kimdir? Və sənin gədiyi deyirəmdən o beçərə uşaq niyə öldü? Uşaq da deyir, yaşı əməli başlı oğlu qızı kişidir. Onlara görə uşaqdır. O qadınlara görə. Qadın oradan qalxıb evinə getdiyini söyləyənlər deyir ki, yolunu azmışdı qadın. Daşa, divara döyünə gedirdi. Ki, bu nə sözüydü, bu dedi. Əziz qardaşlar, yalançı olaram, 1 il ya 2 il çəkdi. 2 ildən sonra həqiqətən gəldi, həmin qadının oğlu öldü. Kimsə, hansı birimiz deyə bilərikmi, kim hava öləcək? Mümkün deyil. Amma o qadın onu gördü, onu dedi. Niyə? Çünki artıq axirət həyatının qarşısında olanın pərdəsi qalxar. Və o pərdə qalxandan sonra zaman məfhumu qalxar. Zaman məfhumu qalxandan sonra artıq kimin ölü, kimin diri, yəni yaxın məsafələr insan üçün görünür. Bu bir misal. İkinci misal. İnsan ölümə yaxınlaşmazdan, yəni ölüm əsnasında mələyi görər. Bu hədislərlə sabitdir. Və həyatda da bu çox yaşandı. Bu da bizə yəqinlik verir ki, biz bir daha əmin oluruq. Bir daha bərikdən inanırıq, daha yəqinliklə inanırıq ki, axirət həyatı var. Və Həzrəti Əbu Bəkir və yaxud Həzrəti Əli deyir bunu. Həzrəti Əli deyir. Həzrəti Əli deyir ki, bax, imanım demir əzlər. Bu da önəmlidir. Həzrəti Əli deyir ki, bütün pərdələr qalxa, məzədəni yəqinən. Mənim yəqinlik olaraq bir şeyimi artırmaz. Məzədəni imanən demir Həzrət Əli. Yəqinən deyir. Mənim yəqinliyimi qaldırmaz. Niyə? Çünki Həzrət Əlinin yəqinliyi Həzrət Əlinin elmi nəticəsində o səviyyə çatmışdı. Bugün, bax, indi mən danışdığım sözə görə bir daha yəqin olduqmu biz ki, yəni, axirət həyatı var, o qadın deyir. Yəqinliyimiz artdı. Niyə? Çünki gözümüzün qabağında hal var. Bunu bizə nə artırdı bizi? Elmimiz. Bildik, bir şey bildik, onunla yəqinliyimiz artdı. Ona görə də imanın artıb azalması yox, yəqinliyin artıb azalması var. O da əməllə olur və elmlə olur, bəli. Yalnız nəfsi fərq vardı, əməl artıb azalmaq deyənən, yəqinlik artıb azalmaq deyənən arasında. Əməl artıb azalar? Onda
Əməl zaten, əməl artar, azalar zaten o məlumdur. İman artıb. İman artıb azalarla yəqinlik artıb azalar deyəndə ləfsi fərqi yoxdur. İman başqa şeydir, yəqinlik başqa şeydir. İman artıb azalar və yəqinlik artıb azaları sizə belə izah eləməzlər. Mən bir sikkə göstərirəm sizə. Deyirəm, bu qızıl dirhəmdir. Deyirəm, bu qızıl dirhəmdir. Qızıl dirhəmdir. Qızıl dirhəmin ayarı necə artar azalar? Prob deyirik ona, ha? Qızıl dirhəmin ayarı artdıqca, keyfiyyəti necə artırsa, imanın da yəqinliyi, yəqinlik imanın probudur, ayarıdır. Qızıl dirhəmin probu nə dərəcədə qalxarsa, qızılın qiyməti, dəyəri, keyfiyyəti yüksəldiyi kimi, imanın da yəqinliyi nə qədər qalxarsa, imanın dəyəri, keyfiyyəti o qədər olar. Həcm artmaz, dəyər artar, prob artar. Bəli. Əməli imandan səmdir bu anifə. Amma Peyğəmbərimizin hədislər var ki, imanın ən aşağı şərti yoldan bir şey araşdırmaq. Sizə gəlirdi deyir. Ən üstün şərtdə la ilahe illallah. Yəni Resulullahın belə çox hədisləri var da, əməli iman görür. Hədislər. Bəli. Hədislər necə izah olunur? Əməl imandan görülərmi, görülməzmi? Əməl imandandırmı, deyilmi? Əbu Hənifə rəhməhullah və onun görüşündə olanlar deyirlər ki, əməl imandan deyil. Dəlil. Bunu o Fıkhul Əkbərdəki ifadəni bir də oxuyaq, onun üzərində izah eləməyə çalışaq. Əl-əməl qeyrul iman vəl-iman qeyrul əməl. Əməl iman deyil, iman da əməl deyil. Bunu Əbu Mənsur Maturidi belə şərh eləyir rəhməhullah. Əqulu həzə ində əhlil haqq nasarahumullah Teala xilafən lil xavaric. Bu, xaricilərin ziddinə olaraq haqq əhlinin görüşüdür. Qalə İbn Həcər əl-Heythəmi. İbn Həcər əl-Heythəmi bu arada deyir. Əl-iman huvə lüğətən ət-tasdiq. İman söz olaraq, söz mənası, imanın söz mənası təsdiqdir. Və şartu təsdiq bil qalb faqat ilə ən qalə və qilə yəşrətu ən yədumma ilə zəlikə iqrar bil lisan və əməl bisairil cəvarih fəyəkfuru mən əxəllə bi vahid min həzi sələsə və huvə məzhəbil xavaric və fihi fəvaid cəlilə turaci hunək. Bax, deyir ki, iman lüğətdə təsdiqdən ibarətdir. Və bəziləri də dedilər ki, buraya şərtdir ki, nə əlavə olunsun? Dillə iqrar, əməllə də, yəni cəvarihlə də, hərəkətlə də nə olsun? Təsdiq olsun. Yəni, dili də təsdiq eləsin bunu, əməli də təsdiq eləsin. O zaman iman olmuş olur. Yoxsa iman olmaz. Dəlil nədir? Bidəlil ənə əksəru minəl əvqat yərtəfi'ul əməl minəl müminin və lə yəcuzu ən yuqal irtəfə'ə anhul iman. Çox hallarda var, misallar var, deyir ki, bir insanın üzərindən əməl qalxır. Amma onun üzərindən iman qalxmaz. Eyni şeyə gəlir çıxırıq. Bax, eyni şeyə gəlir çıxırıq. Bir insanın üzərindən əməl qalxır, amma iman qalxmaz. Necə? Oruçluqda qocalar və yaxud xəstələr və yaxud müsafirlər oruç tutmaz. Kasıb adama zəkat yoxdur. Heyz halında, aybaşı xəstəlikləri günlərində qadınlardan namaz tələb olunmaz. Düzdürmü? Və bunun yanında yoldan kiçicik bir maniyəni götürməyən insana kim kafir dedi? İmanın şərtidirmi? Deyil. Bir insan ömrü boyu imanın, ibadətin bütün əməllərini eləsin. Yoldan bir dənə maniyəni götürməsin. O insana, o insanın imanı naqistir demək olar mı? Olmaz.
Nə çox əməllər var ki, insan onu eləmir. Gücü çatıb eləmir, vaxtı çatıb eləmir, rastına gəlmir eləmir. Demək, iman əməllə fərqli şeylərdir. Bəs onda hədisləri necə başa düşəcəyik biz? Hədisləri belə başa düşürük. Əməl dediyimiz imanın probudur, bayaq dediyim kimi. İmanda yəqinliyin nə qədər güclüdürsə, o əməl sənin o imaniyin probunun nə idi? Yüksəlməsinə təsir eləyir. Resulullah Aleyhisselatü Vesselam deyir. El-iman bid'un ve seb'in ev bid'un ve sittin şu'bə. Hədis-i şərifdə, həmən dediyi hədis-i şərifdə qardaşımızın Resulullah deyir ki, iman 3-dən 9-a qədərdir. 63-dən 69-a və 73-dən 79-a qədər bir şöbədən ibarətdir. İmanın şöbələri var. Yəni, yəqinliyin, yəni, o dediyimiz ayar məsələsidir. İmanın 63-dən 69-a və yaxud 73-dən 79-a probu var, probu. Əgər o probları bir-bir hamısını eləsən, sənin imanın prob baxımından ən zirvədə, ən mükəmməlidir. Amma onların bəzilərini eləməsən, sənin imanın aşağı probludur. Amma imandır. Amma imandır, küfür deyildir. Bəli. Alimlər bu arada yola düşürlər. Tarixdə hadisələrin izləyirlər. Yəni, İmam Əşəri görmədən əməli imandan yox, daha doğrusu. Sonra əl-sünnəti icma oldu əməli. Bax, niyə İmam Əşəri əməli imandan görmədi, amma sonra da bu üzrə icma olundu. İcma necə oldu? O da Allahın rəhmətidir əzizlər. İnsanlar düşünür, insan təfəkkürü fərqlidir. Allah subhanahu wa ta'ala heç bir şeyi bir-birini tam eyni yaratmayıb. Bu da Allahın subhanahu wa ta'ala xalik, tək, oxşarsız, bənzərsiz, şəriksiz xalik olduğunun dəlilidir. Allah iki bir şeyi eyni yaratmayıb. Hərəsini özünə görə öz şəklində yaradıb. Oxşar yaradıb, amma hərəsinin öz xüsusiyyətini veribdir. Hər bir insan bir cür düşünür. Hər bir insan təfəkkür forması, düşüncə tərzi fərqli-fərqlidir. Və bu çox təbiidir. Dediyimiz kimi hədisləri oxuyur, Quran ayəsini oxuyur, bu kimi şeyləri oxuyur və bunu fərqli başa düşür. Amma fərqli başa düşəndən sonra da bu fərqliliklər əsnasında gerçək üzə çıxmalıdır. Və gerçək də nə zaman üzə çıxır? O bir qaydədir. Həqiqət əksliklərin ziddiyyəti zamanı meydana çıxır. Bu fəlsəfənin qaydasıdır. Yəni həyat qaydası deyək, gerçək əksliklərin ziddiyyəti zamanı meydana çıxır. Nə demək istəyirik bununla? Bir əvvəlcə onu izah eləmə çalışaq. Mən deyirəm, mən güclüyəm. Sən deyirsən, mən güclüyəm. O da deyir, mən güclüyəm. Hərə deyir, mənəm güclü. Necə üzə çıxardacağıq? Yarışa gedəcək. Əksliklər burada meydana çıxdı. Yarışa çıxdıq. Yarış əsnasında ən güclü məlum olur ki, hə, ən güclü budur. Yəni, ən gerçək budur. Ona görə də o dövrdə alimlər hədisləri, mümkün variantları nə idi? Müzakirə eləmək mərhələsində idilər. O deyirdi, mən güclüyəm, bu deyirdi, mən güclüyəm. Yəni, mənim dediyim doğrudur, o deyir, doğru olan budur, bu deyir, doğru olan budur. Və elə o bəri başdan çox xoşa gəlməz batillər həmən düşüb gedirdi. Məsələn, müşəbbihə yerində deyirlər, sus, sən getdin. Və tez bir zamanda da aradan getdilər. Ondan sonra, əzlər, ondan sonra iki əsas, daha doğrusu desək, üç əsas məktəb qaldı. Mühəddislər, maturidilər, əşərilər. Kim idi bunlar? Mühəddislərin üsulu, mühəddislərin təfəkkür tərzi, hədisdə nə var odur? Hədis nə deyir onu? Təvil yoxdur, nə bilim, izah yoxdur, yozum yoxdur. Hədisdə nə var onu qəbul edirik. Bəli. Hədisdə nə var onu qəbul edirik deyərək, mühəddislər belə söylürdülər. İmam Maturidi rəhməhullah Əbu Hənifənin bu fıqh-ül əkbər əsasında qoyduğu və özünün gəlişdirdiyi, inkişaf elətdirdiyi bir üsulla buna müxalif qalırdı və bu başqa cür izah edirdi. Dediyimiz kimi, məsələn, iman, əməl başqa-başqa şeylərdir və buna da əqli
və nəqli dəlillər gətirirdi. Dəlillər meydana çıxırdı. Əqli dəlil nədir? Bir insan ağılla görürmü? Düşünürmü? Görür. Ağılın dəlil olmasının dəlili nədir? Biz ağıla əsaslanmağımızın dəlili varmı? Qayıdırıq Qurana. Allah subhanahu teala Kur'an'ın çok yerinde efele yetedebberun, efele yetefekkerun, efele ya'lemun. Ve bu şekilde istediğin kadar ayeler var. Bir düşünmürsünüz mü? Bir ağlınızı başınıza toplamırsınız mı? Bir bakmırsınız mı? Bir bilmirsiniz mi? Ya ulul elbab, ey ağıl sahipleri. Allah'ın hitabıdır. Allah bak Kur'an'da çok az bir zümrelere az bir şekilde hitap edip. Ya eyyühellezine amenu. 1. Ya eyyühennes. 2. Ya ulul elbab. 3. Bir de ya eyyuhel kafirun var. Birce defa. Kur'an'da bir defa. Ama ya ulul elbab diye, ya eyyühennes diye, ya eyyühellezine amenu diye Allah'ın çok sayıda hitabı var. Bir de Resulullah'a hitap var hususi olarak. Ya eyyühel Resul diye. Çok az bir sayıda Allah subhanahu teala'nın hitabı var, müraciəti var. Ve bunların biri de ağıl sahiplerinədir. Ağıl sahiplerinədirsə demək Allah Teala ağıldan istifadə eləməyi əmr edir ve ağıl demək yeri gələndə dəlildir. Yəni ağılın dərk elədiyi dəlildir. Hətta bu yerde yeri gəlmişən deyim ki, Əşərilər və Maturidilər arasında burada da fikir ayrılığı oldu bir müddət. Əşərilər dedi ki, ağılla tapmalıydı, necə olursa olsun. Burada səhv eləyə bilərəm. Ya Maturidilər, ya Əşərilər. İkisindən biri dedi ki, insan ağılı varsa mütləq o Allah Rəbbini tapmalıydı. Ağıl, yəni risalətə ehtiyac yoxdur. Risalət olmasa belə o haqq dini tapmalıdır. Bu o peyğəmbər göndərilmə məsələsi var. Orada mövzudur. Digər qarşı tərəfdə yox, ağıla ehtiyac olması, peyğəmbərin mütləq ehtiyac var. Hərəsi də özündən dəlil çəkir. Bir deyir ki, budur qardaş, Allah bir belə peyğəmbər göndərib. Demək ağıl tam deyil, kamil deyil. Yəni ağıl bunu tam yükləyə bilməz, ağıl bunu həll eləyə bilməz. Mütləq peyğəmbərə ehtiyac lazımdır. O birisi də deyir, yox. Ağıl bunu həll eləyə bilir. İbrahim əleyhissalam necə tapdı Rəbbini? Günəşə baxdı, batdı, dedi, yox, sən mənim Rəbbim ola bilməzsən. Aya baxdı, sən mənim Rəbbim ola bilməzsən. Ağlınla bunu tapdı. Bax, hər ikisinin dəlili var. Bax, bu şəkildə Qurana və sünniyə əsaslanaraq dəlillər süzüldü. Axırda gəldilər, bax bu yəni ortaq qərara çatdılar və icma elədilər ki, razılaşdılar ki, ən azından sən demək istədiyimiz eyni şeydir, sadəcə başqa ifadələr istifadə edirik, ifadə fərqliliklərimiz var deyə. Əməli imandan görməmək, o da aparar. Əməli imandan görməmək insanı görmək və yaxud görməmək insanı o da aparmaz. Aparmaz. Tanış qardaşlar danışır, deyir, məsələn, Quranda deyir, birinci surə İkra gəldi. Bəli. Deyir, Quran deyir, dəyişdirilir və dəyişdirmək o deyir ki, onun dediyinə görə surələrin yerini dəyişirlər. Bu fikrə görə o küfrə düşərlər. Aha. Təbii bu etiqad məsələləri deyil. Sən bizim təzə tələbəmiz olduğuna görə sana bir güzəştə gedək. Burada sadəcə mövzumuzla əlaqədar suallar soruşuruq. Deyəcəm sən. Yox, yoxla olmur o. Onu görə izah eləyəsən. Doğru deyir. Quranın birinci nazil olan surəsi və ayəsi İqra, Ələq surəsinin ilk 5 ayəsidir. Ondan sonra Fatihə surəsi, Müzəmmil surəsi artıq rəvayət fərqlikləri var. Amma Quran belə yazılmalıydı diye bir şey yoktu. Resulullah özü yazdırdı. Sure nazil olurdu, aye nazil olurdu. Bu ayeni filan sürenin filan yerine yazın. Bu ayeni filan sürenin filan yerine yazın diye Resulullah bunu özü yazdırırdı. Eğer elə nüzul sırasına göre yazılsaydı, onda demeye ihtiyaç kalmazdı. Resulullah dedi ki, yazın. Hamı davamıyla yazardılar. O şekilde yazılardı Kur'an. Resulullah elə demirdi. Resulullah təyin eləyirdi. Bu ayeni filan surenin filan yerine yazın. Bu ayəni filan surənin, buradan da məlum olur ki, Qur'anın tərtib nüzulundan kitabə, yazı nüzul tərtibi fərqlidir. Yəni, bir var tərtibi nüzul deyirlər bunu, nazil olma sırası, bir də var yazılma sırası. Bu fərqli şeylər. Və bu bilərəkdən eləyirlər, bunu pozurlar deyən bidətçidir. Bəli. İnsana böyük günah kafir edər.
İnsanı böyük günah kafir elərmi? Siz elə bir sözləşib eyni sualları verirsiniz. İnsan İnsanı böyük günah kafir eləməz halal eləmədikcə. Dəlilləri. Dəlilləri elə Heydərin də sualı oldu ki, müəllim, əməli imandan görməyən kafir olarmı deyə, o da yanarmı deyə. Baxın. Böyük günah insanı kafir eləməz, halal saymadıq cəzizlər. Bu barədə danışmışıq, demişik. Bir də təkrar deyirəm sizə. Böyük günah işləyən kimdir? Yox, günahın özündən danışmırıq. Böyük günah işləyənə nə deyirik ümumi adı? Fasik. Ümmət bunu qəbul edib. Bir müsəlman, bir mümin növləri var. Fasik var, facir var, bir sahibi var, təqva sahibi var, vəra sahibi var, zöhd sahibi var. Bu hamısı bir müsəlmana verilən vəsflərdir. Fısq da günah işləyən, böyük günahı işləyənə deyilər. Böyük günah işləyənə fasik deyilər. Fasik kimdir? Zina eləyir, içki içir, yalan danışır, oğurluq eləyir. Bu kimi adamlara fasik deyilər. Fasik günah eləyərsə, günahı işləyərsə dindən çıxarmı? Yox, dəlili. Allah subhanahu wa ta'ala Nur surəsində buyurur. Və tubu ilallah cəmiən eyyuhəl mu'minun. Ey müminlər, hamınız Allaha tövbə edin. Tövbə nədən olar? Günahdan olar. Tubu, tövbə ümumi olaraq. Ümumi olaraq Allah subhanahu wa ta'ala ey müminlər tövbə edin deyir. Əgər desəydi ki, ey müminlər imanınızı təzəliyin, o zaman başa düşərdi ki, böyük günah insanı küfrə salır. Amma nə deyir? Tubu. Özdə necə xitab edir? Ey müminlər deyə. İkinci bir dəlil. Yə eyyuhəl-ləzinə əmənu tubu ilallahi tövbətən nasuha. Bu da Təhrim surəsindədir. 8-ci ayə. Ey iman eləyənlər Allaha nasuh tövbə ilə tövbə eləyin. Yəni, işlədiyiniz günaha qayıtmamaq şərtindən tövbə eləyin. Bir də əzizlər, digər bir ayə də əzan oxunsun. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy ale's-salâh. La havle ve la kuvvete illa billahil azim. Hayy ale's-salâh. La havle ve la kuvvete illa billahil azim. Hayy alel-felâh. La havle ve la kuvvete illa billahil azim. Hayy alel-felâh. La havle ve la kuvvete illa billahil azim. Allahu Ekber, Allahu
Ha. Ha. O ərşə istiva məsələsi, Allah ərşdədir demək var mı deyənlər var edə. Yox, ərşə istiva məsələsi Allah ərşdədir demək, Allaha məkan isnad eləməkdir. O da Allahın möhtac olduğunu deməkdir. O da Allah qorusun küfürdür. Mən nədən danışırdım? Sözümüz yarımçıq qaldı. Böyük günah nasıl tövbədən və dəlilin biri də budur ki, əzizlər, yenə Hucurat surasında Allah subhanahu taala buyurur: "Ya eyyuhellezine amenu in ca'akum fasikun bineba'in fetebeyyenu." Ey iman edənlər, fasik kəs sizə bir xəbərlə gələrsə, fetebeyyenu, onu araşdırın deyir. Alimlər, İslam alimləri ittifaq ediblər ki, kafirin şahidliyi qəbul olunmaz. Kafir bir şeyə şahid olarsa, o qəbul olunmaz. Əgər fasik, böyük günah insanı küfrə düşürsəydi, Allah subhanahu taala onun şahidliyini rədd eləyər, deyər ki, onun şahidliyini qəbul eləməyin. Bu da böyük günahın insanı küfrə düşürmədiyinin dəlilləridir. Sən nə deyirdin? Ərşə istiva məsələsi. Ərşə istiva məsələsini inşallah dərs əsnasında oxuyucuq. Yəni, o dövrün problemi idi, o dövrdə. Bu günün də problemidir. Sadəcə bunu deyirik. Sadəcə bunu deyirik. Allah ərşə istiva etdi, yəni Allah ərşi öz hakimiyyəti, hökmü altına aldı. Bu zaman deyirlər ki, Allah hər yaratdığı öz hökmü altındadır. Buna etiraz edilmir. Hə? Yəni, hər yaradan Allah hökmü. Hə, hər yaradan Allah öz hökmü altına aldı. Doğrudur. Allah hər şeyi yaradanın öz hökmü altına aldığı, hər şey Allahın hökmünün altındadır. Bunu bilir, onun deməyinə ehtiyac var. Ham bilir ki, ruzusunu Allah verir, onun deməyinə ehtiyac var. Ham bilir ki, yaradan, öldürən Allahdır. Allahın öldürən, həyat verən və öldürən olduğunu deməyinə ehtiyac var. Ham bunu bilir. Onun deməyinə ehtiyac var. Bəli, bu əsassız bir iddiadır. Subhana rabbika rabbil izzati amma yasifun və salamun alel mursalin velhamdülillahi rabbil alamin. Esselamu aleyküm və rahmetullah.